Bir nəfər neçə vaxtı məndən reyhan kompotu istəyir. Mən də qoçu elə düşürəm ki, həyətə. Güya ki, mənim reyhan plantasiyam var. Pomidorları zərərvericilərdən qoruması üçün aralarına əkdiyimə elə bunlar da pomidor kimi yaşıllaşıb qalır. Tez bəy oğlana yığdım ki, bala get 20 dəstə reyhanı al, həyətdən bizə haray yoxdur. Cəllabadı bürkü və rütubətə qərq edən özüm yemişəm. Bunlar da bol su ilə yaxşı-yaxşı yuduqdan sonra süzgəcə yerləşdirib gözlədirəm ki, tam suyu getsin. Reyhanın iri çubuqlarından ayırıb yarpaqlarını steril etdiyim bankaya doldururam. Sonra isə kompota acılıq verməsin deyə limonların da qabığını soyub dilimləyirəm. Hər bankaya 3 dilim limon atmaq kifayət edir ki, reyhanlar rəngini buraxsın. Stakan yarım şəkər tozu da əlavə etdikdən sonra qaynayan suyu ağzına kimi doldurub möhkəmcə bağlayıram. Şəkərini əritdikdən sonra bir şeylərə büküb ertəsi gün yuyub evin altına aparıram. Bir nəfər aman versə qışa qalar. Öz aranızda reyhan kompotu buz kimi olanda müsibət olur ha. Siz də hazırlayıb qışa saxlayırsınız, yoxsa elə yayda içirsiniz? Çiçək, indi gedək.